etmək istədim anda. Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. Lentaza açıqlama verən İlhamə Quliyevanın dayısı oğlu bildirib ki, Yasamal rayon məhkəməsinin qərarına əsasən xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu deyə müğənninin dayısı oğlu bildirib. İlhamə Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, xalq artistinin tək varisi özüdür. İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək.